Sən hədislərdə var axirət zaman haqqında çox çətin dillər, zaman gələcək. Çox hədislərə baxır, adam qorxur, deyir, elə bir zaman olacaq ki, mömin münafiqdən seçilməyəcək. Belə bir, yəni çətindir də deməli iş. Möminlə münafiq bilinmir ki, kimdir. Bunu danışanda bir nəfər qorxdu. İmam Sadiq əleyhissalamın yanındaydı, qorxdu. Dedi ki, onda necə olacaq insanların işi? Çətin olacaq, onda insan necə haqqı tapsın ki, bir halda deyirsiniz, möminlə münafiq bilinmir. İmam Sadiq əleyhissalamla çadırda oturmuşdular. Çadırın pərdəsini çəkir imam, günün işığı düşür içəri. İmam soruşur ki, bu nədir? Deyir, bu günün işığıdır. Deyir, şəkkün şübhən yoxdur ki, deyir, qəti şübhəm yoxdur. Yəqin bilirəm ki, bu günün işığıdır. Deyir, axirət zamanda bizim xalis adamlarımız, möminlər, xalis möminlər haqqı bax belə ayırt eləyəcəklər. Günün işığını necə sən yəqin bilirsən, onlar da elə ayırt eləyəcəklər. Qəlb sağlam olursa, dünya bir-birinə qarışsa da insan hiss eləyir ki, yox bu səhvdir. Hiss eləyir ki, yox bu düzdür.